Mənə elə gəlir ki, bu xəmir çox su aparacaq. Hadisələr göründüyü qədər də sadə deyil və siz o 40 günlük matəmə, o 40 rəqəminə elə belə baxmayın. 40 günlük matəm o deməkdir ki, İran əhalisi, xüsusilə bu indiki hakimiyyətlə bağlı olan... Üzr istəyirəm, indicə Fars agentliyi yaydı Pezeşkiyanın baş sağlığına Xamneyinin ölümü ilə bağlı. Yəni bu 40 günlük matəm o deməkdir ki, indi özünüz də görəcəksiniz, 40 gün ərzində İranın küçələrindən, bax bu gördüyünüz 10 minlərlə, 100 minlərlə insan küçələri tərk etməyəcək. Məqsəd nədir? Məqsəd odur ki, 40 gün ərzində, ən azı 40 gün ərzində ölkənin daxilində o Trumpın planı ki var, hakimiyyəti devirməyə, xalqın hakimiyyəti ələ almaq və s. ki, məsələlər reallaşmasın. Yəni küçələr insanlarla həmişə dolu olsun, onlar deməli matəm saxlasınlar və ixşaşlar üçün və hakimiyyətin devrilməsi ilə bağlı hər hansı bir addımlar üçün real şərait olmasın. Yəni mən bunu belə qiymətləndirərdim və ona görə mən hesab edirəm ki, bu xəmir çox su aparacaq. Yadınızdadır, biz Misirdə, Qahirədə yaxın şərq bir samit keçirildi və o zamanları artıq Hizbullah, daha doğrusu Həmasın da islahı yerə qoyması, barışması və s. kimi məsələlər dilə gətirildi. Hələ indi biz söylüyoruz ki, Həmas bu prosesdə İranın yanında yer ala bilər, Hizbullah yer ala bilər. Yəni bu asimetrik qüvvələrlə simmetrik mübarizə aparmaq çox çətindir. Asimetrik qüvvə ilə gələ asimetrik mübarizə geçsin və bu nöqteyi nəzərdən istisna deyildir ki, bax indiki şəraitdə İran onun fərqindədir. Fərqindədir ki, simmetrik mübarizədə o məğlubdur, simmetrik mübarizədə Birləşmiş Ştatlar fövqəli dövlət, İsrail kiçik dövlətdir, amma bu hadisələr onu göstərir ki, müasir dünyamızda dövlətin gücünün ərazisinin əhalisini ölçülmür. Çox güclü kəşfiyyata malik olub. Siz fikir verirsiniz, Rusiya-Ukrayna müharibəsi 5-ci ilə daxil olub, Rusiya hər gün bir kəndi, yarım kəndi, nə bilim, 2 kəndi işğal eləyə bilir. Ancaq fikir verirsiniz, müasir müharibəni İsrail aparır. Bir şəhəri tutmaq üçün onun kəndlərinə hücum etmir. Dəqiq zərbə ilə həmin kənddə odur ki, 50 strateji obyekt var. Həmin 50 strateji obyekti məhv etdikdən sonra həmin ərazi daha yoxdur. O daha tabi vəziyyətindədir, məğlub vəziyyətindədir. Yəni, tamamilə müasir 20-ci əsr müharibəsini aparır İsrail və Birləşmiş Ştatlar birgə. Koordinasiya olunmuş müharibədir. Və bu müharibədə mənə elə gəlir ki, bax, hakimiyyətin devrilməsi və Birləşmiş Ştatların istədiyi bir qüvvənin hakimiyyətə gətirilməsi məsələsi asan məsələ deyil. Ona görə asan məsələ deyil ki, İranda bir 85 milyon əhali yaşayır və 85 milyon əhalinin tutaq ki 50%, yəni bir təxminən bir lap 45 milyona yaxın bu indiki rejimin əleyhtarıdır. 45 milyon tutaq ki. Bir ona yaxın, ondan biraz az lap götürək bu rejimi müdafiə edənlər var. Yəni, cəmiyyət bölünüb və bölünmüş vəziyyətdə söhbət milyonlardan gedir. Milyonların bir-birinə qarşı dayanmasından. Ona görə də bu vəzifəni həyata keçirmək hesab edirəm ki, asan məsələ olmayacaq.